Hər gün tərəziyə çıxır. Azca artım görəndə həmin günü qanı qaralır, dilxor olur. Amma əgər rəqəmlər azalıbsa, sevinir, kefi kökəlir. Əslində orqanizmasını da öyrəşdirir o miqdarda yeməyə. Bədəni də ondan artıq qida qəbul etməməyə başlayır. Mükəmməl, fit görünmək, mükəmməlçi olduqları üçün də cüzi bir xətanı belə qəbul etmirlər və takıntılı şəkildə bir məqsəd seçirlər. Uçuruma doğru getdiyini hiss edə bilmir. Düşünmə qabiliyyətini gedərək itirir. Narkoman da anlayır ki, narkotik istifadə etmək onun üçün nə qədər təhlükəlidir. Amma təəssüf ki, bundan əl çəkə bilmir, özünə gücü çatmır. Çünki o qədər ondan güclü dopamin alır ki, onu heç nə ilə dəyişə bilmir. Ailəsi, sevdikləri, həyata bağlanmağı belə bəzən yetərsiz olur. Eynən bu xəstələrdə də həmin o dopamin hissini tərəzidəki rəqəmlərə qarşı görürük. Bəzən doğru getdiyini bilir, anlayır, amma o qədər gözəl hiss alır o rəqəmin azalmağından, o çəkinin azalmağından ki, onu belə vecinə almır. Onun üçün ciddi bir kömək lazımdır. Yəni sadəcə sən yemək yeməlisən deməklə bu düzələn bir problem deyil. Düşüncə problemidir, beyinlə bağlıdır, onun nə hiss etdiyi ilə bağlıdır, keçmişdə olan travmaları ilə bağlı ola bilər. Daha dəyərli hiss etmək üçün bu da bir çaba ola bilər. Həm peşəkar psixoloq dəstəyi lazımdır, həm də psixiatrın yazdığı dərmanlardan kömək almaq lazımdır. Eyni zamanda da ailə terapiyası bu məsələdə çox önəmlidir.